Salam əziz şagirdlər. Bugün mən sizə 4-cü sinif şagirdləri üçün frazoloji birləşmələr mövzusunu eləyəcəm. Nisbətən qısa bir izahat verəcəm. Ondan sonra Gövhər Quliyevanın 4-cü sinif şagirdləri üçün lisey və gimnaziyalara hazırlıq vəsaitindən frazoloji birləşmələr testlərini eləyəcəyik inşallah. Deməli, keçək əvvəlcə izahımıza. Deməli, uşaqlar, frazoloji birləşmələr dedikdə nədir frazoloji birləşmələr? Frazoloji birləşmələr dilimizdə ümumiyyətlə sabit söz birləşmələridir. Onlar bir-birlərindən ayrılmırlar. Yəni, bəzi elə sözlər var ki, birləşmənin tərkibindəki həmin o sözlər öz həqiqi mənalarını itirirlər, öz həqiqi mənalarından uzaqlaşırlar və bütövlükdə bir leksik məna bildirirlər. Bax, belə sözlər də adlanır frazoloji birləşmələr. Frazoloji birləşmələrin bir neçə deməli, xüsusiyyətləri var ki, onlar sabit söz birləşmələridir, dəyişmirlər və dilimizdə hazır şəkildə işlənirlər. Tərkibindəki sözlərin də həmişə məcazi olur mənaları. Öz həqiqi mənalarından uzaqlaşırlar, öz həqiqi mənalarını itirirlər və məcazi mənada işlənirlər. Və onlar leksik vahidlərdir. Başqa bir dildən tərcümə edildikdə isə onlar birbaşa tərcümə olunmurlar. Və hər bir frazoloji birləşmənin də homonimi, sinonimi və antonimi olur. Və qeyd edeyim ki, biz frazoloji birləşməyə homonim, sinonim, antonim tapanda mütləq onun qarşısındakı sözdə frazoloji olmalıdır. Yəni biz onun biri var mənasını açırıq, biri də var onun deməli frazoloji qarşılığını tapmalıyıq. Bax, bu olacaq məsəl üçün deyəndə ki, hər hansı bir frazoloji birləşmənin sinonimini tap deyirsə, biz onun mütləq qarşısındakı sözü də sinonim olaraq, yəni frazoloji birləşmə olaraq götürməliyik. Məsələn, burada mən yazmışam asmaq sözünü. Söz nədir? Asmaq. Deməli, bəs bu sözü söz birləşməsi kimi, həqiqi söz birləşməsi kimi götürsək, nədir? Paltar asmaq. Paltar asmaq bunun həqiqi mənasıdır. Asmaq sözünün həqiqi mənası paltar asmaq. Bəs frazoloji birləşməsi nədir bunun? Qulaq asmaq. Qulaq asmaq, yəni dinləmək mənasında gəlir. Qulaq asmaq, dinləmək, yəni qulaq asmaq frazoloji birləşmədir, dinləmək onun deməli mənasıdır, qarşılığıdır. Belə, bax, frazoloji birləşmələr, yenə bir daha qeyd edeyim ki, öz həqiqi mənalarını itirirlər, məcazi mənada işlənirlər və sabit söz birləşmələridir. Cümlədə də həmişə birlikdə cümlə üzvü olurlar, ayrılmırlar bir-birindən. İndi də keçək bizim buradakı deməli, bizim bax, burada bir neçə dənə testimiz var. O testləri işləyək, baxaq, görək, hardan başlayacağıq? Frazoloji birləşmə. Buradan başlayacağıq. Keçək birinci, bax, biraz da böyüdək ki, yaxşı görsənsin. Belə, frazoloji birləşməni seçin deyir. Ağıllı uşaq, birinci A variantı baxır, ağıllı uşaq, 5-ci sinif, ürəyini almaq, kitabı cırmaq. Təbii ki, burada olacaq, deməli, ürəyini almaq C variantı. Digər sözlər həqiqi mənadadır. Bir dənə burada frazoloji birləşməmiz var ki, bu da ürəyini almaq. Yəni onu ürəyini almaq sözünün qarşısını alsam, yəni sevgisini qazanmaq. Birinin sevgisini qazanmaq, ürəyini almaq deməkdir. İkinci suala baxırıq. Frazoloji birləşmələr necə birləşmələrdir? Təbii ki, buradan elə B variantında görsənir, sabit söz birləşmələridir. Yəni onlar bir-birlərindən ayrılmırlar. Üçüncü suala baxırıq. Frazoloji birləşmə verilmiş bəndi seçin. Dərd çəkmək, anadan olmaq, susmaq, dinləmək. Təbii ki, burada olacaq dərd çəkmək. Bu frazoloji birləşmədir. Yəni birinin dərdini çəkmək, birinin dərdi ilə dərdlənmək. Bax, bu olur frazoloji birləşmə. Və növbəti suala baxırıq. Sabit sözünün mənası nədir? Sabit nə deməkdir?
Sabit yəni dəyişməyən deməkdir. Dəyişməyəndə bax burada daim dəyişən ola bilməz. Dəyişməz olduğu kimi qalan bəli olur B variantı. Parçalanan yəni əksinə olur məcazi mənada onun mənası deyil. Beşinci suala baxırıq. Frazoloji birləşmələrə aid olan fikirləri seçin. Bayaq qeyd elədik frazoloji birləşmənin xüsusiyyətlərini. Məcazi mənalı olurmu? Bəli. Bax, buradan bu biri seçə bilərik. Həqiqi mənalı olur? Xeyr. Dialekt sözlər sırasındadır? Xeyr, dialekt deyil. Yəni, dialekt nə deməkdir? Köhnəlmiş söz. İki və daha artıq sözdən ibarət olur? Bəli, iki və daha çox sözdən ibarət olur. Ümumilikdə olmayan sözlərə nə deyirdilər? Terminlər deyirdilər. Bu deyil. Dildə hazır şəkildə olur? Bəli, dilimizdə hazır şəkildə olur və bunu biz başqa dilə tərcümə eləyəndə yəni birəbir sözlərin hər birini birəbir tərcümə eləmək mümkün deyil. Ümumi bir şəkildə tərcümə eləmək lazım gəlir. Oldu 1, 4, 6 D variantı. Və növbəti suala baxırıq. 6-cı, 3 sözdən ibarət frazoloji birləşməni seçin. Bu asandır. Yəni, baxırıq ancaq 2 söz, 2 dənə söz var. 1, 2, 1, 2, 1, 2. Burada amma 3 dənədir. 1, 2, 3 cin atına minmək, yəni hirslənmək, əsəbləşmək. Keçək növbəti suala. Deməli, buradan da böyüdək. 2 sözdən ibarət frazoloji birləşmə. Bu da asandır. Deməli, 1, 2. Elə A variantıdır da 2 söz deyir. O birisilər hamısı 3 sözdən ibarət frazoloji birləşmələrdir. Burnunu sallamaq sözü nə deməkdir? Burnu sallamaq, yəni küsmək, incimək, kefi pozulmaq. Bax, bunlar burnunu sallamaq sözünün mənasına gəlir. Həm həqiqi, həm də məcazi məna bildirən birləşməni seçin. Elə bir söz götürməliyik ki, həm həqiqi mənada olsun, həm də məcazi mənada olsun. Məsələn, ürəyi getmək, bilirik də özündən getmək deməkdir, amma kiminsə ürəyi ayaq açıb getmir. Ona görə də həqiqi mənada işlənə bilmir. Söz vermək, yəni bu da məcazi mənada olur, həqiqi mənada ola bilməz. Can vermək, birinə canımızı verə bilmirik. Yola düşmək isə getmək mənasındadır. Həm də ki, məsələn, əlimdən düşdü yola, yolda düşübdür. Hər hansı birsə əşyam yola düşüb, görməmişəm, yolda itirmişəm. Bax, belə bu şəkildə yola düşüb, həm həqiqi mənada ola bilir, həm də məcazi mənada işlənə bilir C variantı. 9-cuya baxırıq. Sinonim frazoloji birləşməni seçin. Deməli, sinonim frazoloji birləşməni seçin deyirsə, burada nədir uşaqlar? Bir dəqiqə. Hə, deməli, qulaq asmaq, dinləmək. Qulaq asmaq sözü, dinləmək bunun mənasını bildirir. Yəni, biz bilirik ki, sinonim əgər seçiriksə, qarşısındakı sözdə nə olmalıdır? Frazoloji olmalıdır. Ona görə də biz burada dinləmək sözünü seçə bilmərik. Qulaq asmaq, dinləmək olmaz. Cin atına minmək, hirslənmək, bu da onun mənasıdır. Baş çəkmək, yoxlamaq mənası deməkdir. Acığı gəlmək, zəhləsi getmək təbii ki, olacaq elə D variantı. Və növbəti suala baxırıq. Deməli, 10-cu sual. Hansı birləşmə frazoloji birləşmə deyil? Cana doymaq, problemli olmaq, yola vermək, dilotu yemək. Bəli, burada təbii ki, bir dənə olacaq. Problemli olmaq. Cana doymaq, bezmək deməkdir. Yola vermək, yəni ki, belə də yola verdik, getdi də. Yəni, ilişmədik, yola verdik. Yəni, çox baş aparmadıq da o adamdan. Belə götürək. Dilotu yemək, yəni çox danışmaq. Bunların hər biri frazoloji birləşmədir, amma problemli olmaq yox. 11-ciyə baxırıq. Ardıcıllığı davam etdirin. Frazoloji birləşmələr necə olurlar? Dildə hazır şəkildə olurlarmı? Olurlar. Leksik vahidlərdir. Bəli. Parçalanmır, bütöv cümlə üzvü olur. Elə olacaq A variantı. Bəli. Yeni yaranan sözcüklər qrupuna daxildir. Xeyr, bu neologizmlərdir. Bir sözdən də ibarət olur. Xeyr, iki və daha artıq sözdən ibarət olur. Həqiqi məna, çünki birləşmə deyiriksə söz birləşmə, frazoloji birləşmə. Bu birləşibsə tək necə olsun ki? Yəqin ki, başqa bir sözlə birləşməlidir də. Ona görə 2 dənə və daha artıq sözdən ibarət olur. Həqiqi məna sözlərdir. Dedik ki, xeyr, həqiqi mənadan uzaqlaşırlar, məcazi mənada olurlar. Gəldik 12-ci suala. Antonim frazoloji
frazoloji birləşməni seçin. Antonim olan frazoloji birləşmə. Özündən çıxmaq, hirsi başına vurmaq bu sinonimdir. Qulaq asmaq, dinləmək bunun mənasıdır. Ağzına su alıb oturmaq, susmaq deməkdir. Dil ötmək, çox danışmaq deməkdir. Elə antonim olacaq C variantı. Cana gəlmək, bezmək də bunun mənasıdır. Hansı cümlədə frazoloji birləşmə işlənməyib? 13-cü suala baxırıq. Anamdan ötürü burnumun ucu göynəyirdi. Yəni darıxdım. Burnumun ucu göynəyirdi. Burada anamdan ötürü darıxmışam. Onu deməkdir. Burada işlənibdir. Bizdən amma istəyir işlənməyib. Bunu götürmürük. Dönən, yox, bu nə? Aytən kitabı oxuyub başa vurdu. Başa vurdu, yəni bitirdi. Bunu da götürmürük. Mənim tənbəl insandan acığım gəlir. Acığım gəlir də frazoloji birləşmədir. Top uşağın əlindən yerə düşdü. Bu həqiqi mənada işlənibdir. Demək ki, D variantında yoxdur. 14-cü suala baxırıq. Deməli, özündən çıxmaq, bunlara bu verilmiş frazoloji birləşmələrin sinonimini seçməliyik. Özündən çıxmaq, cana gəlmək. Özündən çıxmaq nə deməkdir? Hirslənmək, əsəbləşmək, cana gəlmək də bezmək deməkdir. Deməli, yola düşmək, yorulmaq, bu olmaz. Yola düşmək, özündən çıxmaq uyğun gəlmədi. Acığı gəlmək, bezmək, cana gəlmək, bezmək cana gəlməyin mənasına uyğun gəlir, amma ki, frazoloji birləşmə deyil. Acığı gəlmək, özündən çıxmaq uyğun gəlmir. Ürəyi istəmək, hirsi başına vurmaq olmadı. Hirsi başına vurmaq, özündən çıxmaq buna uyğundur. Boğaza yığılmaq, cana gəlmək də sinonim ola bilirlər. 15-ciyə baxırıq. Canını oda yaxmaq frazoloji birləşmənin sinonimini seçin. Canını oda yaxmaq nə deməkdir? Birindən ötürü dəridən qabıqdan çıxmaq, birindən ötürü özünü fəda eləmək. Bax, bu deməkdir. Burnun ucu göynəmək deyil, darıxmaq deməkdir bu. Canı ağrımaq, yəni ki, xəstələnmək, ağrımaq, dəridən qabıqdan çıxmaq, hə, bax, bu ola bilir. C variantı ola bilir. Gözünün odunu almaq yox, bu uyğun deyil. Deməli, qorxutmaq deməkdir. Gözünün odunu almaq qorxutmaq deməkdir. Dəridən qabıqdan çıxmaq C variantı. 16-cıya baxırıq. Frazoloji birləşməni seçin. Ümumiyyətlə, uşaqlar, burada qeyd edeyim ki, 4-cü siniflər, əziz 4-cü siniflər, frazoloji birləşmələri yaxşı başa düşmək üçün çoxlu bədii kitab oxumaq lazımdır. Əgər bir uşaq bədii kitab oxuyursa, frazoloji birləşmələrin mənasını da başa düşəcək. Atalar sözlərindən çox istifadə olunmalıdır. Yəni, belə oxusaz atalar sözlərini və bədii kitabları oxusaz, frazoloji birləşmələrin mənasını da asanlıqla tapa biləcəksiniz. Frazoloji birləşməni seçin. Məşğul olmaq həqiqi mənadadır, məşq etmək həqiqi mənadadır, iştirak etmək həqiqi mənadadır. Burada bir dənə olur, göz yetirmək frazoloji birləşmədir. Göz yetirmək, yəni baxmaq, müşahidə eləmək. Bax, belə mənası var göz yetirməyin. Və bir səhifədə eləyək, 17-ci suala baxırıq. Frazoloji birləşmələrlə bağlı səhv fikri seçin. Deməli, A-ya baxırıq. Frazoloji birləşmə bir sözlə ifadə oluna bilirmi? Xeyr. Frazoloji birləşmə bir sözlə ifadə oluna bilməz. Axı biz dedik, frazoloji birləşmə iki və daha artıq sözlə ifadə olunmalıdır. A, səhv fikri deyir. Bəli, bu səhvdir. Səhv fikri seçin. Hə, bizə də elə səhv lazımdır da. Elə olur A variantı. Cümlədə parçalanmır. Xeyr, parçalanır. Ən azı iki sözdən ibarət olur. Bəli. Homonimi, sinonimi, antonimi var. Bəli. Demək ki, oldu A variantı. Bir-birinin sinonimi olan frazoloji birləşməni seçin. Bir-birinin sinonimi olan frazoloji birləşməni seçin. Söz almaq, vəd vermək. Deməli, söz almaq, vəd vermək. Biri var, birindən söz almaq, vəd almaq olmalıdır da, vəd vermək deyil axı. Ona görə bu olmaz. Can vermək, yola düşmək, bu da uyğun gəlmir. Can vermək başqa şeydir. Yəni, can vermək, vəfat etmək, ölmək deməkdir. Yola düşmək amma başqa mənadır. Getmək yəni mənasındadır. Qəm dəryasına batmaq, üzülmək, bu bunun sadəcə mənasını açıbdır. Acığı gəlmək, zəhləsi getmək. Bəli, bax, bu olur
D variantı acığı gəlmək, zəhləsi getmək, yəni birindən xoşu gəlməmək mənasında olan frazoloji birləşmədir. Hansı frazoloji birləşmənin mənası düzgün verilibdir? Ələ salmaq, gözdən düşmək, xeyr. Ələ salmaqla gözdən düşmək eyni deyil. Bunu çıxdıq. Başa düşmək, bezmək, xeyr. Bu da başa düşmək, anlamaq deməkdir. Baş çəkmək, yoxlamaq, hə, bax bu bəli, uyğun gəlir. Baş çəkmək elə yoxlamaq deməkdir. İş görmək, işə düşmək, xeyr. Eyni mənaya gəlmir. Hansı frazoloji birləşmənin mənası düzgün verilib? Dilə gəlmək, susmaq deyil, əksinə danışmaqdır. Bu səhvdir. Ağzına su alıb oturmaq, dil-dil ötmək. Yox, bu antonimdir, uyğun gəlmir. Yola düşmək, getmək, bəli, yola düşmək, getmək deməkdir. Qulaq asmaq, anlamaq yox, dinləməkdir. Ona görə D variantı da olmaz. Və 21-ci suala baxırıq. Boynuna almaq frazoloji birləşməsinin antonimi hansıdır? Boynuna almaq, qanını qaraltmaq deyil. Qanı qaralmaq, yəni ki, belə kefi pozulmaq. Yaxasını kənara çəkmək antonimini istəyirsə, bəli, elə bu olacaq da. Biri var, bir işi boynuna götürürsən, sən ki, bu mənlikdir. Bilirsən, yox, bilirsiniz nə var, mənlik deyil bu. Bu demək ki, olacaq, yaxasını kənara çəkdi də, istəmədi. Mənlik deyil deyir. Demək ki, antonimidir, bu olacaq elə. Göz yetirmək deyil, işə düşmək deyil. Oldu B variantı. Növbəti suala baxırıq. Omonim kimi işlənən frazoloji birləşməni seçin. Baxaq burada hansıdır? Ağacı kəsmək, bu həqiqi mənadadır. Frazoloji birləşmə deyil. Məşq etmək də frazoloji birləşmə deyil. Burada qalır bizdə bir dənə üz vermək, bir də ağız açmaq. Bax, bu ikisi frazoloji birləşmələrdir və bunlardan da üz vermək, frazoloji, deməli, omonim kimi işlənmək istəyirsə bizdən, üz vermək, elə o bu olacaq, üz vermək olacaq. Çünki, deməli, biri var ki, məsələn, deyirəm ki, üz verdikcə astar istəyirsən. Yəni, bu nədir? Birini türklər demiş şımartmaq, birini başa çıxartmaq. Çox üz vermisən sən buna, çox dil vermisən. Bir də var ki, məsələn, kitabın üzünü vermək. Və yaxud da nə isə üz verdi, baş verdi. Hə, üz vermək, baş vermək. Bax, bu şəkildə də işlənir. Ona görə də elə olacaq B variantı. Sinonim frazoloji birləşməni seçin. Sinonim olanı qulaq asmaq, dinləmək bunun mənasını açıbdır. Yenə deyirəm, əgər sinonim deyirsə, frazoloji birləşmənin sinonimini axtarırıqsa, qarşısındakı birləşmə də sinonim olmalıdır. Dinləmək onun mənasıdır. Sinonim deyil. Başa düşmək, baş çəkmək fərqli mənalarda işlənir. Qanad açıb uçmaq, sevinmək də bunun mənasıdır. Ona görə də götürmürük. Dil ötmək, dilotu yemək. Bəli, ikisi çox danışmaq mənasına gəlir. D variantı olur. 24-cü hansı cümlədə frazoloji birləşmə işlənib? Bu xəbəri eşidəndə o cin atına mindi. Cin atına minmək elə frazoloji birləşmədir. Yəqin ki, elə A variantıdır. Soyuqdan burnumun ucu göynəyirdi. Bu həqiqi mənadadır. Burnumun ucu göynəmək həm həqiqi mənada ola bilir, həm də frazoloji, yəni məcazi mənada da olur. Məsələn, birindən ötürü darıxanda deyirik ki, filan kəsdən ötürü burnumun ucu göynüyürdü. Onda frazoloji birləşmə kimi götürürük. Amma soyuqdan burnumun ucu göynüyürsə, demək ki, bu həqiqi mənadadır. Bunu götürmürük. Top əlindən yerə düşdü uşağın. Bu həqiqi mənadadır. Uşaq anasının qucağında mürgüləyirdi. Burada da frazoloji birləşmə yoxdur. Və növbəti suala baxırıq. 25-ci sual. Hansı frazoloji birləşmə aldatmaq mənasına uyğundur? Aldatmaq. Ələ salmaq aldatmaq deyil. Baş aparmaq aldatmaq deyil. Gözdən pərdə asmaq, bəli, bu olur aldatmaq mənasında. Yəni, gözdən pərdə asır, alladır, yola verir. Bax, bu olur onun mənasına uyğundur. Sonra və sonuncu sualımıza baxırıq. Sakitləşmək sözünün frazoloji qarşılığı hansıdır? Frazoloji qarşılığı hansı? Sakitləşmək. Əzab vermək deyil. Hirsi soyumaq, sakitləşmək elə hirsi soyumaq deməkdir. Ağız açmaq deyil, birindən bir şey istəməkdir. İş görmək də həqiqi mənadadır. Yox, iş görmək, bir işlə məşğul olmaq deməkdir. Belə,
Oldu sakitləşmək sözünün mənası hirsi soyumaq. Yəni hirslənmişdi, indi sakitləşdi, hirsi soyudu. Belə əziz şagirdlər, frazoloji birləşmələrlə bu qədər. Ümumiyyətlə Gövhər Quliyevanın kitabından əgər istəsəz hansısa bir başqa mövzuda video çəkməyimi yorumlar qismində öz fikrinizi bildirə bilərsiniz. Like etməyi də unutmayın, bəyənməyi də unutmayın. Dəstəklərinizi istəyirəm. Sağ olun, gecəniz xeyrə qalsın.